NO3'ü qızdırıbdır, bir X qazı alınır. X qazı nə alınır? Bu da belə baxanda bəllidir ki, kalium NO3 parçalanır. Kalium NO2-yə və oksigen qazı. Sağ ol. Oksigen qazı da ozon atom qurulusundan keçəndə ozon qazına çevrilir. O zaman X-imiz oksigen qazıdır, Y-imiz də ozon qazı. İndi bunların nəyindən danışır bu? Molekular quruluşu çox atomlu bəsit maddə olması. Bəli, bunların ikisi də bərk halda molekul kristal qəbs əmələ gətirdiyi üçün molekular quruluşu maddələrdir və çox atomludur. Bir atomlu deyil. Doğrudur. Xoş ətirli olması. Oksigen işsizdir, bu isə xoş ətirlidir. Deməli, bu ortaq xüsusiyyət deyil. Eyni elementin bəli, oksigen elementi atomun allotropiyalardır. Bu doğrudur. Hava nəzdində 20% təşkil edir. Oksigen, ozon yox. Oksigen. Bu yazılışda oksigenə aiddir. Oksidsizlik xassəyə malik olması. Bəli, hər ikisi oksidsizdir. Hər ikisi nədir? Oksidsizlik. İçməli suyun dezinfeksiya olunmasında ozondan istifadə olunur. O cavabımız olacaq. Doğru istəyirsə 1, yəni ümumi olan 1, 3, 5'dir.